Ayın 16-sı 6-cı gün. Bugün Qaqav sizə vlog çəkəcək. Birinci zakazımızı götürmüşük. Gedirik. Hədəf 30 gediş. 12 saata. Getdik. İkinci zakazımız gəlib dükandan geri götürməyə. Saat 4'e kimi 15'ten vurmalıyım. 4'ten de 10'a kimi 15'ten vurmalıyım. İkinci zakazımızı verdik. 100 dinar çay boyumuz var. Getdik dayışa. Bizim yüngülvari abidimiz beri olur. Banan. Meyve, yemeği, bunlar bize lazım bir şeylerdir. Üçüncü siparişi götürəndə dördüncünü də verdi. Bence tez eləyəcəm. Saat 2'ye zaten qutararam 15 tane. Ya da 3'e. Ama saat 4'ten de 10'a kimi bir tane de 20 manatlıq bonus var. Bu bizim qazancımızda əlavə olan pullardır. Yetişdi. Hava pis olduğuna göre hamı dükandan sipariş edir. 5-ci sipariş yetişdi. Gedirik. Lifti də qalanda liftləri var belə. Yaman gündədir. Bizim liftlər daha zorlu. Dördüncünü verdik. Qalıb içsinə. 2, 6, 11 dənə də qalıb. Diyan dala, hə? Ne olub? Nədir? Nə var? Hə? Bezdiriblər, hə? Bunu vuracam, axmı? Bəs ol. Neyse. Sipariş getirdim, verdim. Bu səhv çıxdı, bunu səhv verib. Aparam qaytarmağa. Görə nə deyəcəklər bizə. Getdim, dincə. Deməli, siparişə aparanda bəx. Qaqaş 381 verməkdir, 380 da verib mənə. Ne aparam qaytarım ki, qaqaşı bu, bu nə şirindir, bu nə var? Neyse, aparaq qaytaraq, qaqaşın boyuna qalmasın. Bratko, гречка. 3 нула. Да. Чао, приятно. Tamam. Bizde olsaydı durmuştu indi ben. Deməli, saat 4'e kimi. Saat 10'dan 4'e kimi 6 saat ərzində 15 dənə sifariş aparmalıyam. 15 dənə sifariş aparsam 20 manat əlavə verəcəklər mənə. Bugün yağış yağır deyə bizdə artım var. Hal-hazırda 40% artım var. Yəni ki, normalda 1 manat apardıqsa məsəl üçün də aparıq 1 manat 40 qəpiyə. Belə temalar var. Bura Rudodur uşaqlar. Binalara baxın, köhnə Sovet.
binaları kimidir. 20 neçə mərtəbədir, 26-da 27-dir. O vaxtı bunu necə tikiblər? Adı ki Rudo. Rudo 1, Rudo 2, Rudo 3. Getdik. Dobra, izvoli. Imaš tačno 3790, da znaš. To je to. Ne Hvala. treba da mi vraćaš. Okej, ciao, prijatno. 6. sipariş. Bitirdik. Kaldı 9 tane. 10. siparişimiz. Geri götürək. İşte tişört. Doğrudan. Falan. Çağ. Bu şey bizi bilmir diye. Buna məcburuq telefon görsün. Güzgünə bayaq vurdum. Boş şeydi. Getdik. Birinci hədəfi tamamladıq. 10. 5 dənə deyir, 15. 2 saat vaxtımız var, 5 dənə. Dedi görək nə edirik. 25-ci zakazımızı götürdük. Neçədir? Aparır, qalır 5 dənə. Super. Apardığımız adama baxın uşaqlar. Nərgiz Həsədova. Azərbaycanlıdır. Getdik. Qaqavuz 2 zakaz götürdü. Bunları da aparam, qalır 27 dənə. Səhv dedim, 27 dənə qalmır. 27 dənə yerəm 3 dənə qalır. Bu ikisini aparım. 3 dənə qalır. Serbiyada işin belə çətinliklə olur. Baxın, nə yol görsənir, yağış, su. Axşam da saat 11. Gördüyünüz kimi belə çətinliklər olur. Güclü yağış. Yağış. Ola bu nə ola? Çox güclü yağış başlayıb. Bu da mənim sonuncu siparişim. Tamamladıq. Yox, götürmələm. Neyse götürək, hələ belə. Bu da bizim qazancımız. 14.057. Axırıncı bonus yüklənməyib belə. 500 də odur. 14.500. Buradan çıxırıq. 2200. Nə qədər edir? Çıxırıq 2200. 12.300 dollar. 123 dollar. Azərbaycan pulu ilə 209 manat. Sizcə bu yağışda işləməyə dəyər 210 manata. Rəylərdə bildirin. Sağ olun.